başa bayrağını öptürün. Duman gibi bu dağları bürüyün. Denizlere selam resmi yaptırıp göklerdeki bulut gibi yürüyün. Yürüyün asker yürüyün. Yürüyün asker yürüyün. Duman gibi bu dağları bürüyün. Göklerdeki bulut gibi yürüyün. Qarabağ Azərbaycandır verilişinin tamaşaçıları, daimi tamaşaçılarımız, mən sizə də dərin təşəkkürümü bildirirəm. Çünki siz artıq 5-ci ildir ki, bizim proqramımızı daim olaraq izləyirsiniz və biz 5 ildir bir komanda olaraq Qarabağ Azərbaycandır komandası olaraq Azərbaycanımızın rayonlarına səfərlər edirik və müqəddəs bax bu şəhidlərimizin ocaqlarına gedirik, analarla, atalarla və şəhidlərimizlə bir səngərdə döyüşmüş, Qarabağı azad etmiş qazi oğullarımızla sizi tanış edirik və o qəhrəman oğullarımızın anaları, ataları, bax onlarla bir süfrədə oturmağı özümüzə şərəf bilirik. Onlarla bir stəkan çay içməyi özümüzə şərəf bilirik və sizi də buna qonaq edirik. Və bu qəhrəmanlıqlar içərisində bir Mikail də vardı. Mikail. Belə deyim də, tək-tək qəhrəman oğullarımızın hər birinin haqqında danışsaq, hər biri bir dastandır da, hər birinin döyüş yolu bir dastandır. Vaxt gələcək hər biri haqqında seriallar, filmlər çəkiləcək. Buna 100% mən əminəm. Amma biz də borcluyuq ki, onların qəhrəmanlığı haqqında gənc nəslə məlumat verək. Düzdürmü ata? Yaxşı ki, Həmid kimi, Mikaillər kimi, Zamiklər kimi, Siyahımlar kimi mən onlara o necə ki, müəllimə birinci sinifə gedən uşağa fidan dediyimiz kimi mən elə bunlara şəhidlərin fidanı deyərdim. Fidan balalar kimi. Bunlar olmasaydı Qarabağ necə olacaqdı? Heç peşman olmayın analar, siz bərk olun. Balaların şəhadətdə də özdə yaxşı cənnətdədirlər. Qaldın ki, mən Mikail haqqında, Mikail bir atası kimi, Mikailzadə Mikail 43 gün 19 saat döyüşdü. 4 saatdan sonra müharibə qutardı. Şəhid oldu, 4 saatdan sonra müharibə qutardı. Mikailzadə Hadruta o Mikailzadədir ki, birinci bayrağı çox oğlanlarımız bayraq sancıb. Amma həqiqətən oğlum deyə demirəm. İlk bayrağı sancam bir de burada telefonda da gösterdim bazıya. Hadruta Mikailzadə Mikail Bayraqtar. Hündür, yaraşıqlı Mikail. O gözün açanda 92-ci ildə Fəryad kinosu çəkilmişdi. O elə Allah şahiddir ha, inanın mən bunu şəkərli üçün, şirini üçün demirəm. Müharibə başlayan deyirdi ki, Allah'ın altında Hadrutda o şampanı bir dövmə partladım. Onu tez-tez deyirdi. Allah ona o icazəni verdi. Həmin o, Allah rəhmət eləsin, Məlik Dadaşovun əksin getdi, o da şampanskını Hadrutun içində partlattı. Bayrağın sancdı. İnşallah ki Allah qoysa bir gün qismət olar, bizə də gələrsiniz. Mən onda o uşaqları çağıraram. O hansı ki o yaralı vəziyyətdə oradan çıxartmışdı. 7'sini çıxardım. 8'de yorulmuşam deyib uzanmağı ilə sınarıya düşməyə bir olmuşdu. Polkovnik Ramiz Cəfərli, Orxan, Mikail. Üçü bir şəhid olmuşdular. Yok, Şurada. 43 gün 19 saat. 19 saat. Cavit var, həmin orada onunla bir yerdə yaralanıb. O da gələr inşallah. Allah qismət eləyər. Qalan hissəsini orada danışaram. Mən bütün analar sizlərə səbir diləyirəm. Sizlərə mehribançılıq diləyirəm. Mehriban olun. Xeyrinizdə, şərinizdə bir yerdə olun. Xahiş edirəm sizdən. Əl-ələ verin, dəstək olun, bacı olun bir-birinizə. Təşəkkür edirəm. Sizə təşəkkür edirəm. Mən sizin hər birinizə təşəkkür edirəm.
Ümumiyyətlə mən sizə necə sağ ol demək lazımdır, necə təşəkkür eləmək lazımdır. Ümumiyyətlə kəlmələr yetmir. Hansı kəlmədən istifadə edib bu şəhid analarına, bu şəhid atalarına o sağ olumuzu deməyi bilmirəm. Mən bacarmıram. Bir jurnalist olaraq mən hələ o kəlməni tapa bilməmişəm ki, necə deyim, hansı formada deyim. Çünki nə desək, qalaq-qalaq kitablar da yazılsa bu şəhidlər haqqında, nə bilim filmlər də çəkilsə, şeirlər də yazılsa, dastanlar da yazılsa, onların haqqı ödənməz. Candan şirin dünyada heç nə yoxdur. Bu oğullar gözünü qırpmadan, deyirsiniz, 43 gün 19 saat döyüşüblər. O 44 günün 44'ünün də əzabını, əziyyətini çəkən oğullardılar. Müharibə asan məsələ deyil. Müharibənin o sadəcə olaraq səsi küyü var. Topun tüfəngi, bax qazi oğullar danışıblar, mən də bilirəm. Onun elə səsi küyü, o vahiməsi yetər. Bir güllə başının üstündən keçirsə, o həmin həyəcanı yaşayan bir insan qəhrəmandır, yadınızda saxlayın. Bəli, biz hal-hazırda, əziz tamaşaçılarımız, qəhrəman bir rayonumuzdayıq. Siz Allah. Yox, mən bir dənə demək istədim ki, keşke bütün Azərbaycan xalqı, vətəndaşı elə bu qardaş deyən sözü təsdiq eləyərdi. Şəhid şəhiddir. İstər ki başının üstünə bir güllə keçsin, istər kartof soysun, istər yemək hazırlasın, istər tibb bacısı olsun, istər tibb qardaşı olsun. Şəhid şəhiddir. Hamısının bəli, bir dənə orada bir amal uğrunda, vətən torpağı uğrunda döyüşüydü. Təşəkkür edirəm. Çox doğru deyirsiniz, çox doğru deyirsiniz. Vətənimizin sıravi o 18 yaşında olan əskərinə hamımızın canımız qurban olsun. Çünki vətənimizi qoruyan o sıravi əskərimizdir, əskərimiz. Və biz bir də ona görə 44 günlük vətən savaşı ilə qürur duyduq ki, bizim öndə gedən əskərimiz deyil, öndə gedən bizim zabitlərimiz oldu. Komandirlərimiz oldu. Bir addım geriyə çəkilməyən komandirlərimiz oldu. Bəli, yumruğumuz bir oldu, dəmir yumruğu bütün dünyaya göstərə bildik. Biz hal-hazırda Beyləqandayıq. Beyləqanın Milabad kəndindəyik. Qəhrəman bir evdə, qəhrəman bir nəslin süfrəsində əyləşmişik. Bu evdən, bu ocaqdan vətən uğrunda, Azərbaycan uğrunda 2 qəhrəman oğlumuz canını fəda edib. Biri Əlizamindir və biri də Həmiddir. Əlizamin Həmidin əmisidir. Eyni soyad, eyni ad, eyni nəsil, eyni ata. Allah sizi var etsin. Biz növbəti dəfə bu ocağa xeyir işlərə gələk. Həmidin övladı var, oğul övladı var. Oğul övladı böyüsün. Sizə möhkəm can sağlığı arzu edirəm. Həmid kimi bir qəhrəmanı da böyüdəsiz, amma əminamanlıqda. Müharibəsiz Azərbaycanda və Həmidin oğlu Həmidin adına layiq böyüsün. Bilirəm ki, onu elə böyüdəcəksiniz. Bizi növbəti dəfə bu ocağa yalnız xeyir işlərə dəvət eləyəsiniz. Sevə-sevə, gülə-gülə Milabad kəndinə deyək ki, xeyir işə gedirik. Allah sizi var etsin. Çox sağ olun, var olun. Bizi bugün burada qonaq etdiyinizə görə minnətdaram sizə. Bu millət, bu dövlət bilsin ki, aslan yatağında həmişə aslan böyüyür. Bizim bu yataqda, bizim bu ailədə hamısı aslan olur. İnşallah biri də böyüyür. Böyüyür. Atasının yerini alıb. İnşallah atamın Layiq övladı olacağım. Atam kimi qurd kimi olacağım. Yəni atam qurd kimi durur, mənim fəxrimdir də o. Mən bir axında sual verdim Bakıdakı. Mən inanırsınız ki, mən bu cənnət cəhənnəm söhbəti var. Buna inanmasam ürəyim partlayar ölərəm də. Yəni mən inanıram ki, cənnət var və o ümidlə də yaşayıram. Yəni inşallah ki, elhamdülillah. Yəni övladımla, qardaşımla görüşəcəm. Mən onu bilirəm. İnşallah Allah nəsib eləsin. Allah şəhadət versin. Şəhadətlə birinci nəsib eləsin. Əgər o qismət olmasa belə, yenə də mən övladımla, qardaşımla görüşürəm. Axund mənə dedi ki, dedim ki, nəyə görə baxıram da, hamısı say seçmə oğlanlar gedib də, hamısı həqiqətən də igidlər gedib. Nur üzdü, igidlər, qəhrəman bir oğlanlar. Dedi ki, güldü mənə, dedi ki, mənə qulağa sənə söz deyim, dedim ki, buyur. Dedi ki, gedirsən bir meşəyə,
özə əl ağacı qırmaq istəyirsən. Necə əl ağacı qırarsan? Deyirəm ki, hamda düzü var, yaxşısı var onu. Dedi sən, Allah sən qədər bilmir. Onu yaradan Allah və harda yaxşısı var ona aparır dərgahına. O söz mənim heç vaxt yadımdan çıxmaz. Ona görə də bütün şəhid analarının, şəhid atalarının, şəhid yarlarının hamısının əllərindən öpürəm. Və deyirəm ki, sizin zirvəz elə bir zirvədir ki, həqiqətən də bu igidlər, bu qanı ilə, canı ilə bu dövlətin suverenliyin, azadlığını qazandıran igidlər, elə belə oğlanlar olmayıblar. Onları doğan analar da qəhrəmandır. Onların övladları da qəhrəman, övladları da, ataları da qəhrəmandır. Və onların yarı da, elə bir igidlərin yarı da baş üstündə tutulmalıdır. Heç bir şey, mənim sözüm bu qədər. Allah Teala hamınızın canınızı sağ eləsin. Bundan sonra sizə heç bir pis gün nəsib eləməsin. Mən bunu istəyirəm. Vəssalam. Sağ olun, minnətdarım. Mən sizə sonsuz təşəkkür eləyirəm. Bu qədər evinizdə bu gələn şəhid anaları ki var, bunlar hər biri bugün sizin deyil, Həmidin qonaqlarıdır. Həmidin adına bugün bu qapını açıb içəri girmişik və Həmid tək sizin nəslin deyil, bütün Azərbaycanın adına fəxarət gətirən bir oğuldur. Həmid o igidliyi göstərməsəydi bugün nə biz sizin qapınızı açardıq, nə də bu şəhid anaları bu qapını tanımazdı. Həm Həmid, həm də Həmidin əmisi Əlizamin. Bir ocaqdan, bir soyaddan, bir evdən, bir nəsildən iki qəhrəman oğul vətən uğrunda canını qurban verib. Allah hər ikisinin məqamını uca eləsin. Siz bayaq yaxşı bir söz dediniz ki, cənnətdə onlarla görüşək. Biz arxain olmamalıyıq. Biz əməli salihlərdən olmalıyıq ki, cənnətdə onlar bizim əlimizdən tuta bilsinlər. Beyləqan rayonu 20 qəsəbəsi Ziyadoviçin böyücək oğlu. Füzuli rayonundan Xocavənd rayonuna qədər döyüşmüşəm. 4 dənə medalım var. Füzuli, Xocavənd, cəsur döyüşçü, bir də müharibə iştirakçısı. Özüm də 3-cü qrup Qarabağ qazisiyəm. Adını bilə, heç olmasa adını. Orxan, adın Orxan. Hansı kətdən sən Orxan? Mən Beyləqan rayonunun özündən. Beyləqanın özündən. Bəli. Harda döyüşmüsən? Füzulidən başlayıb da döyüşümüz. Füzuli yox. Hə. Goranboy tərəfdə olmuşam. Goranboy tərəfdə yaralanmısan. Tərtər arasında. Tərtər ərazisində. Yəni Suqovşan tərəfdə. Suqovşanda yaralanmısan. Bəli. Ayağında deyəsən, hə? Hə, protez bir ayaq. Bir ayağın yoxdur, hə? Protez. Allah səni qorusun. Allah səni qorusun. Mən bilsiz nə yadıma düşdü əziz tamaşaçılarımız. Bax bu oğullarımız belə ayaq üstəki dayanırlar. Bilirsiniz onlar ağrı ilə dayanırlar. Bizə elə gəlir ki, onlar belə yüngül, ağrımaz vəziyyətdə. Düzdür Müşfiq müəllim, gəlin bura zəhmət olmasa bir yadınıza bir məqamı salacağam. Demək, bu oğullarımız o qədər özlərində o cəsarəti, gücü tapırlar ki, heç vaxt ağrılarını dilə gətirmirlər. Sənin kimi bir belə cəsur bir qazimizlə, Müşfiq müəllimlə bərabər biz lerikdəydik. Lerik bilirsiniz də relyefi, kətləri aşağı, yuxarı. Səhərdən başladıq biz şəhidlərin evlərini ziyarət etməyə. Bu qazimiz də Gəncədən gəlmişdi. Mənim yanımdadır, bax sənin kimi bir cavan oğlandı. Mənim xəbərim yoxdur ki, qazimizin bir ayağı amputasiya olunub. Bir ayağı protezi bilmirəm. Qazimizlə o həyət, bu həyət gəzirik də. Bu da sən demə ağrıyırmış səhərdə. Demir ki, mən ağrıyıram, mən də bilmirəm. Axşama doğru mən bilmişəm ki, qazimizin bir ayağı yoxdur. 100 dəfə üzr istədim ki, mən səni bir belə gəzdirmişəm. Dedi, nə danışırsan? Mən dedi, nə qədər ağrısam da, mənim orada dedi, yanımda şəhid qardaşlarım olub. Uf demədən vətən yolunda, mənim qucağımda gözünü əbədi yuman qardaşlarım olub. Mənim dedi, ağrımağım onların yanında nədir ki? Allah sizi var eləsin, əziz qardaşım. Bəzən biz elə bilirik ki, bu qazilərimiz, xüsusilə o dərmanlarla yaşayan qazilərimiz elə bilirik ki, onlar rahat yaşayırlar. Yox, əziz tamaşaçılarımız, rahat yaşamır. 6 güllə alan var burada. Bəli, hansıdır? 6 güllə alıb. Bu qazimiz. Bəli, qardaşdan başqa bu qardaş da çox yaralanıb, Zülfü də çox yaralanıb. 6 güllə, neçəsi bir dəqiqə hal-hazırda bədənindədir? Neçə? 3 güllə, 2 qəlpə hal-hazırda bədənindədir. Gözün altında var. Bu qardaşımızın. Gözüm içində də var. 100-dən çoxu çıxıb da, əli də içində var. Hamısı qəlpələr. Gözüm içində də var. 100-dən çoxu çıxıb, əli də içində var.
Sol bu əlimdir. Bu Sol əlimdə bu də əlimdir. Deyib bu əlim. Qəlpə buradan gəlib buradan çıx. 3 barmaq var. Bunlar hamısı qəlpə yerləridir. Hə. Bu ləkələr. Bu ləkələr hamısı Hə, qəlpə hə. yerləridir. Hə. Sonra sol bu əlimdir. Bu tərəfində. Hə. Bir də ayağım burasıdır. Ona baxmayaraq şəhidin Şəhidin qapısında, Onda bir dənə qəlpə var bu saat. sinəndə, ürəyin üstündə. O istədi. Allah səni qorusun, Allah səni qorusun. Bax, belə oğulların sayəsində biz Qarabağı qazanmışıq. Ona görə biz deyirik ki, Qarabağın hər bir addımı, hər bir qarışı şəhidlərimizin və qazilərimizin qanına qarışıb. Ona görə o torpaqlar bizim üçün müqəddəsdir. Allah sizi qorusun, Allah sizi var eləsin. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Bütün xalqımızın burada böyük rolu oldu. 44 günlükdə, istər antiterrorda. Mən onun şahidi, yəni sonra gəlib televizorda baxdıqda bizə gəlib çatırdı səslər, küləri. Biz yəni görməsə və sonradan hər şeyin şahidi olduq. Adicə deyib, qardaşlardan qeyd elədilər. Mən aprel döyüşündə də məktəbləri gördüm, elə burada istifadə edib mən təhsil şöbəsinin bütün kollektivini, bütün regional üzrə müəllimələrin hamısı müəllimlər başda olmaqla, direktorlar başda olmaqla şagirdlərlə öz adımdan, öz dünyasını dəyişik şəhid olmuş, şəhidlik zirvəsinə şəhadətə qovuşmuş qardaşlarımın adından, onların ailə üzvləri adından da mən onlara minnətdarlığımı bildirirəm ki, o uşaqlardan məktublar yazmışdı, orada bizə çatmışdı, düzdür, bir-ikisini ancaq vaxt edib oxuya bilmişdim. Mən bu dəqiqə 7 dənəsi saxlayıram, onları mən indi vaxt edib inşallah axtarıb arayacağam. Oradan aldığımız o ruh var, o vətənpərvər ruhu ki, onların o qanındakı var idi o uşaqları. Biz oradan aldığımız ruhla elə bil Allah şahidimiz olsun ki, elə bilginən ki, biz nə cür silahlarla desən, elə bir təsir olmuşduq, orada nə bilməyək, yəni gözə görünməyəcək dərəcədə fikrimin əmindir, burada bu yolu keçən qardaşlar ən azı bilər. Onun özü bir mənəvi bizə güc idi. Nəsirov İlyas. Nəsirov İlyas. Odur. 16 ildir kəşfiyyat qrupunda iştirak eləyir. Elə oğuldu ki, bütün onun ötəsində olan uşaqların hamısının dayısıdır. Əmsi, dayısı, ağsaqqalları. Aprel döyüşlərində Lələtəpə dövründə Lələtəpənin bayraq taxanlardan biridir. Prezidentimiz İlham Əliyevlə görüşüb. İlham Əliyev ona igidlik medalı verib. İgidliyə görə medal alıb. Alıb. Bir də qol saatı təqdim eləmişdi. Cənab Prezident. Bəli, bəli. Cənab Prezident ona qol saatı təqdim eləmişdi. O elə oğlu idi ki, onun elə bir şey haqqında danışanda gərək həyəcansız danışa bilmirəm. O bütün yanında olan uşaqları da, o igidləri özü ilə bərabər birinci özü düşərdi yola, sonra arxasıncan onları gətirirdi. Onunla bərabər Vasifdir, onun sınav elçisi olub. Bir yerdə döyüşürdülər. Bir yerdə, 16 ildir bir yerdə döyüşürdülər. İki qəhrəman bir yerdə Bəli, döyüşürdülər. bəli. Çiyin-çiyini. Eyni kənddən. Eyni kətdəndir. Milabadın eyni kəndindəndirlər. Onlar bir-birini qardaş kimi, dost kimi, yoldaş kimi həmişə qoruyublar. İlyas bu 44 günün müharibəsinin 25 gününü iştirak elədi. Qubadlı döyüşündə Qubadlını azad eləyib. 25-də xəbər çıxdı ki, Qubadlı azad olub. Qubadlının dağlarının postlarını alıb təhvil verəndən sonra aşağı yenmişdilər. Orada raketlə vurmuşdular. Həmişə deyirdim bala, özünü gözlə. Ay ana deyir, sən
Nə deyirsən? Bəs mən özümü gözləsəm bu kimi kim onları qoruyacaq? Bax belə İlyasın 3 övladı var. 3 övladı 3 var. övladı. Qızı burada. Qızı burdadır. İlyasın yadigarıdır. Nəsrov İlyasın qızıdır. Danışmaq istəyən atan haqqında. Gözəl qız. Danışım sən. Qəhrəman şəhidimizin balası, yadigarı. Mən Nəsrov İlyasın qızı, Nəsilli Zibəyəm. Mən bu gün fəxr edirəm ki, belə bir qəhrəmanın qızıyam və sizə də təşəkkür edirəm ki, bu gün üçün gəlib belə qızıl şəhidlərimizi, əmilərimizi işıqlandırırsınız. Hər kəs bilir ki, Beyləqan rayonu Mirabad qəsəbəsinin belə bir oğulları var, yəni. Mən qürur duyuram, fəxr duyuram ki, mən belə bir əmilərim, qardaşlarım, atam var. Yəni həmişə də qürur duyacağam. Yəni adlarını heç bir zaman unutturmayacağam belə gözəl şəhidlərimizin. Allah məkanlarına cənnət eləsin. Ruhları şad olsun. Çox sağ olun. Gözəl qızım. Gözəl qızım. Şəhidlərimizin yadigarı, əmanətləri. Siz bütün Azərbaycanın əmanətisiniz. Bütün Azərbaycana sizin atalarınız sizi yadigar qoyub gedib. Harda bir şəhid övladı görürüksə, harda bir şəhid yadigarı görürüksə, onu bağrımıza basmalıyıq öz övladımız kimi. Çünki onların atası bizim bugün rahat, firava, müstəqil, suverenliyi bütövləşmiş, sərhədləri bütövləşmiş Azərbaycanımız uğruna balalarını nakam qoyub gediblər. Bax, bunu unutmaq olmaz. Allah səni qorusun. Gözəl balam, bəxtin talihi gözəl olsun. Mən də Müəlixanın İlqarın anasıyam. O da Füzuli gedən döyüşlərdə şəhid olubdu. BMP-də uşaqları ilə döyüş zamanı BMP-sini vurublar. O uşaqları xilas edibdi. Həm özü çıxanda özünü vurublar. Sizin oğullarınız bir yerdə döyüşüblər. Ümumiyyətlə bir yerdə elə böyüyüblər. Bir yerdə böyüyüblər. Bir məktəbdə də oxuyublar. Yox, bir sinifdə də oxuyublar. Məhərrəmov Vasifin anasıyam. Vasif 44 günlük müharibədə iştirak edib. Vasif iştirak edib. 16 il cəbhədə 2 qardaş İlyasla daş üstə yatıb, qum üstə yatıb, torpaqda yatıb. Gezib kəşfiyyat olublar. Keçib kəşfiyyatçı. Xüsusi təyinatlı qüvvələrdə işləyib. Elə olub ki, sutkalarla ac qalıblar. Keçiblər o tərəfə. Oradan əməliyyata keçiblər. Elə olub ki, 2 günlərlə keçib bu tərəfə keçə bilməyiblər. Qalıblar kəşfiyyatçı olubdu, bəli. Müharibəni döyüşübdü. Axıra kimi döyüşübdü. Müharibə qutarandan sonra mənim oğlum Meniyə düşübdü. Necə müharibə qutarandan? Müharibə qutarandan, qələbədən sonra Meniyə düşübdü. Mənim oğlum şəhid olubdu. Şəhid zirvəsinə ucalıb. Deməli, şəhidi belə deyim də o neytraldan götürmək üçün. Bəli. Özü şəhid dalıca gedib özü də şəhid olub. Amma qələbəni yaşayıb. Qələbəni 2 müharibəni aprel döyüşündə 44 günlük də qələbə ilə qayıdıb. 44 günü 44 də döyüşüb, qutarıbdı. Ana o qələbədən neçə gün sonra şəhid olub qələbəmizdə? Elə bilginən ki, yanvarın 2-si şəhid olubdu. Toy günü. Oğlum öz toyu günü torpağa tapşırılıb. Anası qurbanın kəsib. Gəlib evə. Sağ-salamat gəldi deyə. Necə? Bu anamız, yəni oğlu müharibədən sağ-salamat gəldi deyə qurbanın kəsib. Ondan sonra oğlu şəhid oldu. Bir də işə qayıdıb. İşə qayıdandan sonra gediblər. Məlum olub ki, burada şəhid var da, hansı zonada şəhid var. Onu çıxartdıqları yerdə minəyə düşüblər. Məkanı cənnət olsun. Sağ ol. Allah hamısının yeri rəhmət eləsin. Rəhmət eləsin. Onlar onsuz da cənnətdədir. Cənnətdədir. Qərargah rəisi mayor Qasımov Sənan Fərmanoğlu 1991-ci il təvəllüdlü, 2023-cü il antiterror əməliyyatının şəhidi. Qızılhacılı qəsəbə şəhidi Nəsibov Hüseyin Əfqanoğlu 2004-cü il təvəllüdlü. Yenə 2023-cü ildə antiterror əməliyyatının şəhidi Şuşa Xankəndi yolunda şəhid olub. Mən bugün vətənimin ehtiyacı, anamın istəyi vətənimin ehtiyacı oldu deyə, hərbiçi oldum deyən oğlumla, yəni şəhid kapitan Həmid Həmidli ilə fəxr edirəm.
Onunla qürur duyuram. Bəli, 44 günlük Vətən müharibəsi dövründə Həmid elə şücaətlə döyüşlər aparırdı ki, ancaq bir şey demək istəyirəm ki, mən çox istəyərdim ki, Həmidin, nəinki Həmidin, ümumiyyətlə bütün hərbiçilərimizin döyüş yolun, onun hərbiçi yoldaşları danışsın. Amma yəni bildiyimiz qədərilə, eşitdiyimiz qədərincə, Həmid deyilənlərə görə ki, yəni Həmid tankı ilə elə döyüşlər aparılmış ki, sanki piyada döyüşləri kimi. Son vaxtlarda bir kanalda bir oğlan heç bilməyib ki, o kimdir, onun haqqında da danışırdı. Deyir, sonradan bildim ki, tank birincisi olub. Yəni 44 günlük Vətən müharibəsi dövründə Həmid Həmidli artıq 2019-cu ildə keçirilən tank yarışlarının birincisi olmuşdu, öz bölüyü ilə birlikdə qalib olmuşdu. Onu Həzə Aslanova bənzədirdilər, yəni onun tankı ilə döyüşü. Həmid Həmidli nəinki Azərbaycanda, Qafqazda ən gənc mexanikləşdirilmiş tank tabor komandiri olub. Yəni bu da elə özü Həmidin necə savadlı olmağının, necə bir qəhrəman oğul olub bu zirvələrə gəlib çatdığının məncə bir bariz nümunəsidir ki, az yaşında artıq bölük batalyon komandiri olmaq, yəni məncə bu elə belə bəli olmayıbdır. Yəni uşaqlar var, indi təzə gəlirlər. Onlar da deyirlər ki, biz 2017 buraxılışının kapitan rütbəsi ilk Həmid aldı və biz ona o qədər deyir sevindik ki, yəni bizim buraxılışımızdan bu rütbəni alan oldu. Nə deyim, Həmid Həmidli haqqında, yəni onun bir övlad kimi, bir ata kimi, bir oğul kimi, bir dost kimi, yoldaş kimi ondan nə qədər danışsan, yəni bitməz, tükənməz. Eləcə də bütün şəhidlərimiz elədi. Hər birisi bir qəhrəmandır, hər birisi xalqımızın içindən çıxmış bir qəhrəmandır. Mən də oğlumla həm onun müəlliməsi kimi, həm anası kimi fəxr eləyirəm. Qürur duyuram ki, yəni Həmiddən 44 günlük, bəli, Vətən müharibəsi dövründə yaralanır, ağır yaralanmışdı. Ondan soruşurlar ki, sən bu qədər ağır yaralandın, nəyə təəssüf hissi keçirdisən? O deyir, təəssüf hissi keçirdiyim odur ki, son damla qanım son alınan torpağıma tökülmədi. Yəni arzum oydu ki, son damla qanım son alınan torpağıma tökülsün. Deyir, Allah Teala buyurur ki, yetər ki, sən istə. Həmid şəhidliyi inanın ki, çox belə istəyirdi, ürəkdən, qəlbən istəyirdi. Və bəli, öyle zarafata salırdı, deyirdi, mən şəhid olacağam. Biz də onu belə zarafat dedi ki, niyə elə deyirsən? Deyirdi ki, yox, niyə ki, şəhidlik gözəl şeydir, şəhidlik bir məqamdır. İnanın ki, o 44 günlük Vətən müharibəsində hərbiçilərin hər hansı birindən filankəs ölüb deyəndə o bizə acıqla deyirdi ki, elə deməyin, deyin ki, o şəhid olub. Yəni, biraz etiraf eləyək ki, o zaman üçün insanlar o dərəcədə də hələ dərk eləmirdilər ki, yəni bu nədir də? Bəli, şəhidlik zirvəsi nədir? Amma artıq deməli onu Həmid bilirmiş, ona görə o hisslənirdi ki, elə deməyin, deyin ki, o şəhid olubdur. Qəhrəmanlığı danışdıqca onsuz da bitib tükənəsi bir şey deyil. Nə bilim, nə deyim, o qədər ağrı, acı olsa da, amma bunların, bütün şəhidlərimizin bu məqamları bizim bu ağrı acımıza bir təsəllidir, bir məlhəmdir. Və Həmid Həmidli həmişə deyirdi ki, bir gün görəsiniz ki, o darvazamızın ağzında bizim bayrağımız yüksələcək. Yəni şəhidlərin həyətlərində o bayraqları asırlar da. Bəli, onu nəzərdə tutub deyirdi ki, bir gün o bayraq bizim həyətimizdə də dalğalanacaq. İndi o uğrunda canından keçdikləri bu bayraqlar, mən deyərdim ki, yəqin ki, bütün şəhid anaları məndən eyni hissədir, bütün şəhid anaları eyni hissədir. Mən elə bilirəm ki, o bayraq artıq bizim övladımızdır. İnanın ki, mən o dərəcədə o bayrağa hörmətim var, yəni o bayrağı sevirəm. Nə qədər amma biz onu sevmiş olsaq da belə, övladlarımız bizə bir daha onu daha da dərindən sevdirdi. Və mən həmişə demişəm, bugün də oğlumun o ruhuna hörmət olaraq və elə özüm bir Azərbaycanlı olaraq və bir müəllim olaraq deyirəm ki, bayrağına canım qurban Azərbaycan. Burada bir şəkil var. Bu şəkil dediniz ki, Bəli, Həmid Həmidlinin iş otağındadır. Mikrofon zəhmət olmasın. Bax bu bəli, buradakı əşyalar Həmidin özünün iş otağında. Bəli, stolunun üstündə olan bu onun əl yazısıdır. Bəli, möhtərəm prezidentimizin şəklidir. Həmid Həmidlinin öz kabinetində, öz stolunun üstündən götürüb uşaqları gətiriblər. Biz də elə
onun necə oradan gəlibsə, bəli, o qaydada da biz o şəkildə öz yerində saxlamağı özümüzə borc qoyduq. Borc bildik, bəli, Həmidin hərbi papağıdır, oradakı formalarıdır. Medal, 9 medal və möhtərəm prezidentimin sərəncamı ilə Azərbaycan bayrağı ordenli şəhidlərimizdən biridir. Həmid Həmidli vətənə xidmətə görə, vətən uğrunda 32-dən artıq fəxri fərmanı var. Bizim qəhrəman şəhidimizin Ali Baş Komandan tərəfindən təltif olunmuş medallarının, bax, saysız hesabsız medalları var burada. Vətən uğrunda medalı. Bu yenə vətən müharibəsi iştirakçısı. İgidliyə görə medalı. Füzulinin azad olunmasına görə medalı. Cəbrayılın azad olunmasına görə medalı. Daha sonra cəsur döyüşçü medalı. Daha sonra bizim qəhrəman oğlumuzun Xocavəndin azad olunmasına görə medalı və nəhayət bizim igid oğlumuzun Həmidin Azərbaycan bayrağı ordeni ilə təltif olunub Ali Baş Komandan tərəfindən. Qəhrəman oğlumuzun və o hərbidə aldığı saysız hesabsız fəxri fərmanları var. İgid qəhrəman oğlumuz, məkanın cənnət olsun. Qəhrəman Həmid, Azərbaycanın işğal altında olan torpaqlarını bizlərə qaytaran, Azərbaycanın suverenliyini bərpa edən qəhrəman oğlumuz. Biz hər dəfə şəhidlərimizin, qəhrəman şəhidlərimizin evinə, ocağına qonaq gələndə burada məlum olur ki, bir çox şəhidlərimiz bir sinifdə oxuyublar, bir məhəllədə böyüyüblər, bir məhəllənin uşağı olublar, qohum olublar, əminəvəsi olublar, əmioğlu olublar. Bax, Ülvi ilə Həmid də qohumdular, düzdürmü? Hər iki şəhidimiz. Siz Ülvinin atasısınız. Mən Mikailov Bəhruz Zakiroğlu, şəhid Ülvi Mikailovun atasıyam. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə antiterror zamanı qəhrəmancasına Ülvi şəhid olmuşdu. Ağdərə istiqamətində gedən döyüşlərdə. Məhz bu övladlarımız az yaşlarına baxmayaraq böyük bir işlər gördülər. Bugünkü gün biz azad Azərbaycanda yaşayırıq. Bugün biz Həmidin evindəyik. Həmidin bizə əmanət edib getdiyi 2 övladı var. Bir qız övladı, bir oğul övladı var. Biz onları özümüz göz bəbəyimiz kimi qorumalıyıq. Göz bəbəyimiz kimi saxlamalıyıq ki, onlar Həmidin bizə yadigarıdır. Həmiddə haqqında çox sözlər danışmaq olar. Həmən Həmid Həmidlidir ki, 44 günlük vətən müharibəsində aldığı xəsarətlərə baxmayaraq, aldığı yanıqlara, yaralara baxmayaraq, o qısa bir müddət ərzində o ön cəbhəyə yenidən qayıtdı və antiterror zamanı da qəhrəmancasına şəhid oldu. Məhz bu oğulların hesabına 23 saata dünya hərb tarixində belə bir iş yoxdur. Məhz bu oğullar canların qurban verərək, vətən yolunda canların qurban verərək qəhrəmancasına şəhadətə ucaldılar və bugünkü gün bu azad Azərbaycanı bizə bəxş edən bu oğullardır. Allah Ali Baş Komandanımızı qorusun. Hər zaman o da vurğular ki, dövlətin nə qədər silahı olsa, gücü olsa da məhz bu oğullar canından keçərək bu ərazini bunlar işğaldan azad etdilər. Allah bütün şəhidlərimizin məqamını uca eləsin, Allah bütün şəhidlərimizə rəhmət eləsin və Yusif qardaşımız da antiterror zamanı qəhrəmancasına şəhid olubdur. Tarix yazan oğullardan biridir. Onun anası Nailə ana, deməli Nailə ananın 3 oğlu var. Onun biri qazidir, ikisi şəhid olubdur. Məhz həmən oğlanın bir qardaşı da Yusifin bir qardaşı da şəhiddir, bir qardaşı da qazidir. Məhz belə oğullarımız var, belə analarımız var ki, oğulların vətən yolunda hər zaman
vətənpərvər böyüdü, vətən yolunda qurban eləyib. Bugünkü gündə alnı açıq, üzü ağ yaşayırıq. Yusif də vətən Bəli. Bayraq 44 günlük vətən müharibəsində bayraq ordeni ilə cənab prezident onu təltif eləmişdi və indi də 3-cü dərəcəli vətənə xidmətlərə görə ordenlə təltif elədi. Xankəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Komando üzvüdür. Allah bəli. Qəhrəman şəhidlərimizdən biridir. Qəhrəman şəhidlərimizdən. Əməliyyatı zamanı ağır yaralı olur Yusif. Bəli, Yusif. O skorda aparanda onun videosu da var. Ona baxanda sanki mən elə bilirəm ki, Yusif bütün bu şəhidlərimizin dilindən, o qazilərimizin dilindən düşmənə meydan oxuyur ki, yəni o deyir bir ölə mindirləri, bəli. Bəli, bəli, oynaya inanın ki, yəni o skorum təcil yardım maşınında oynaya gedir. Əli ilə, ayağı ilə oynaya. Sanki o elə gəlir ki, o düşmənə meydan oxuyur ki, bəli, biz Azərbaycanımızın bəli, belə oğlanları var, belə qəhrəman övladları var. Çox qürur verici, qürur duyucu həqiqətən də oğlanlarımız oldu. Vətənə canları ilə, qanları ilə düşmənə sübut elədilər ki, bəli, siz demiş, bir ölərik, mindirilərik. Buradan, yəni mən əgər hansısa bir kanal vasitəsilə, sosial şəbəkə vasitəsilə yağı düşmən, əgər bizim səsimi eşidib bilərsə və onlar bilsinlər ki, biz analar heç vaxt da aciz deyilik. Oğlanlarımızın şəhid olduqları ilə, yəni itki bizə nə qədər acı olsa da, onların şəhadətləri ilə deyil, onların qəhrəmanlıq yolu ilə həmişə fəxr eləyirik, qürur duyuruq və onlar bilməlidirlər ki, haçansa ayaqların bizim torpağımıza qoyarlarsa, yenidən onları həmin o dəmir yumruq ətrafında bəli sıx birləşərək onları yenidən öz yerlərində otura biləcək oğlanlarımız var və onlara o tərbiyəni verən müəllimlərimiz, qəhrəman analarımız var. Qarabağ Azərbaycandır. Allah ordumuzu, prezidentimizi, xanımımızı qorusun, Mehriban xanımı qorusun. Allah Taala bir daha amma dövlətimizə, vətənimizə ağrı acı yaşatmasın. Körpələrimiz sülh şəraitində yaşasın. Amin, amin, amin. Buyurun. Mənim övladım Ülvi Mikailov. Bəli. Deməli 11 ayın əsgəri olubdu. Bu əsgərə gedən bir gündən deyibdi ki, mən şəhid olacağam. Əsgərə gedən bir günü əsgər yoldaşlarına deyib. Mən də hər halda bunu yenə də bir valideyn kimi, belə deyim, zarafat kimi qəbul elədim. Ancaq mən Ülvünün axırıncı ad günündə onun yanında olarkən, onun yenə də əsgər yoldaşları mənə dedi ki, əmi, Ülvü deyir ki, mən şəhid olacağam. Heç bir hadisə yox idi, heç bir problem yox idi. Antiterror zamanları da Ülvü öz istəyinə çatdı. Öz istəyin arzusu idi ki, bəli, özü demişdi ki, mən şəhid olacağam və onun mənə iki vəsiyyəti olmuşdu. Mən 30 il Bakı şəhərində yaşamışam, məcburi köçkün kimi. Onun mənə vəsiyyəti olmuşdu ki, əgər mən şəhid olaramsa, mən öz doğma Füzulimdə dəfn edeyim. Əgər mən şəhid olaramsa, köçün Füzulidə yaşayın. Mən bunun bu istəklərin yerinə yetirdim. Allah bütün şəhidlərimizin məqamını uca eləsin. Yəni o sözü bu sizə deyib ki, bəli, mən şəhid olsam, məni Füzulidə babamın yanında dəfn eləyin, istəyib olub. Əgər mən şəhid olaramsa, köçün Füzulidə yaşayın. Hətta bu özü idman müəlliminə belə deyib ki, mən şəhid olacam. Mənim adıma xatirə turnirləri keçir. Müəlliminə deyib. Bəli, müəlliminə deyib ki, mən şəhid olacam, mənim adıma xatirə turnirləri keçir. Mənim şəkillərimi zala vur. Yəni bugünkü gün istəyinin hamısını yerinə yetirmişik. Bu yaxın günlərdə də Ülvünün adına Şağan Olimpiya İdman Kompleksində böyük bir xatirə turniri keçirildi, Şuşa birinciliyi keçirildi. Və siz köçüb Füzulidə yaşayırsınız? Bəli, mən də bugünkü gün azad olunmuş torpaqlarda Füzuli şəhərində yaşayıram. Şəhidimizin vəsiyyətini... Bəli, vəsiyyətin, istəyin, son arzusun tam olaraq yerinə yetirdik. Əslində sizin ora köçməyinizdən o da sizinlə bərabər ora köçür. Mən belə başa düşürəm ki, şəhidlərimizin ruhu işğaldan azad olmuş Qarabağ torpaqlarında hərlənir. Bəli. Siz inansınız ki, bu otağı Həmid özü dedi ki, bu otağı niyə, bəli, bundan da böyük otaq var. Amma özü dedi ki, bu otağı anama şəhid otağı düzəldərsiniz. Özü deyib. Bəli, Həmid bu otağı özü deyib.
Bu bir balaca, üzr istəyirəm, yataq otağı idi və Həmid o sözü demişdi. Yəni biz o zaman onu bir fərqli qarşılamışdıq ki, yəni niyə belə deyirsən? Adam nə olur olsun daha yaxınından qəbullana bilmirsən, qəbul eləyə bilmirsən ki, belə bir şey olar. Və biz də Həmidin öz o istəyini də yerinə yetirdik, buranı ona düzəltdik. Bunun öz arzusuydu. Allah şəhidlərimizin məqamını eləsin. Amin, amin, amin. Gəlin, yemək hazır. Hər kəsə birinci salamlayım. Şəhidlər bizim qurbanımızdır, onu bilirik. Bazılarımızın, onları təbrik edirəm. Az öncə sizi təbrik edirəm. Mübariz İbrahimov döyüşündə atam da onun kimi qəhrəman olubdu. Mübariz İbrahimov kimi qəhrəman olub. Hə. Ata. Hə. Sən də bir qəhrəman oğlusan. Hə. Hə? Sən özün böyüyəndə nə olasan, de görüm. Atam kimi qəhrəman. Qəhrəman olacaq. General olarsan. Bax, bu atam dəmir yumruqlandı. Dəmir yumruq atadır, hə? Hə. Sən dəmir yumruq olasan mı? Hı. Hə? Bu atan papağıdır. Hə? Atan papağıdır. Atan papağı qoyaq sən başına. Hə. Ay maşallah, ay maşallah. Ata kimi qəhrəman oğlu olasan, hə? Hə. Qəhrəman, general. Öpüm səni. Oy sənə qurban. Oy sənə qurban mənim qəhrəman balam. Yurd emaneti, esker koca emanet.